Naxçıvan Post və Telekommunikasiya Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətin nizamnaməsi təsdiq edilmiş, qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qeydiyyatına alınmış, hüquqi şəxs kimi fəaliyyət göstərməsi üçün bütün zəruri prosedurlar tamamlanmışdır. Hazırda cəmiyyətin təşkilati strukturunun formalaşdırılması, ştat cədvəlinin təsdiqi, kadr potensialının kompleksləşdirilməsi, funksional bölmələrin yaradılması və idarəetmə mexanizmlərinin qurulması istiqamətində işlər davam etdirilir. Yeni yaradılan mərkəzin əsas məqsədi poçt və telekommunikasiya sahəsində mövcud resursların vahid idarəetmə altında birləşdirilməsi, idarəetmədə çevikliyin artırılmasıdır. Həmçinin xərclərin optimallaşdırılması, texniki və insan resurslarından səmərəli istifadə, eləcə də müasir xidmət modellərinin tətbiqi də mərkəzin fəaliyyətini daha da təkmilləşdirəcək. Bu struktur vasitəsilə poçt rabitəsi, internet və digər rəqəmsal xidmətlər üzrə planlaşdırma, istismar, inkişaf və nəzarət funksiyalarının koordinasiyalı şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Mərkəzin fəaliyyət istiqamətləri sırasında poçt və telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, fiberoptik və rəqəmsal şəbəkələrin genişləndirilməsi, xidmət keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, elektron xidmətlərin tətbiqi, vahid texniki standartların formalaşdırılması və kadr potensialının gücləndirilməsi əsas prioritetlər kimi müəyyən edilib. Eyni zamanda mərkəz Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramında nəzərdə tutulmuş rəqəmsal infrastrukturun genişləndirilməsi, yüksək sürətli internetə çıxışın təmin edilməsi, əhalinin rabitə xidmətlərinə əlçatanlığının artırılması üzrə tədbirlərin icrası istiqamətində aparıcı institusional platforma rolunu oynayacaqdır. Hazırda təşkilati quruculuq mərhələsi davam edir. Yaxın dövrdə struktur bölmələrinin tam formalaşdırılması, fəaliyyət planlarının təsdiqi, investisiya və texniki inkişaf proqramlarının hazırlanması, həmçinin poçt və telekommunikasiya xidmətlərinin vahid konsepsiya əsasında yenidən təşkili planlaşdırılır. Həsən Məmmədov, Məryəm Bababəyli, Arzu Sadiqov, NTV Xəbər.